Exnakok qurdu it, pişik, canavar, çaqqal kimi heyvanların bağırsağında yaşayan lent şəkilli qurdlardandır. Exnakok qurdu insana həmin heyvanların dışqısı ilə çirklənmiş su və qida vasitəsilə yoluxa bilir. Həmin heyvanlar çöldə və yaxud sizin həyətinizdə yaşaya bilərlər. Bu baxımdan insanlar qida vasitələrini, əsasən göyərti və yerdən yığılan meyvə tərəvəzləri yaxşı yuyub istifadə etmələrini tövsiyə edirik. Çünki həmin heyvanların dışqısı ilə çirklənmiş həmin bitkilər və su hövzəsindən istifadə olunan su yoluxucu xarakterlidir. Həmçinin həmin heyvanlar küçədə mövcuddur. Özünüz və övladlarınız küçədə tanımadığınız heyvanlarla təmas etməyin. Əlinizlə onları sığalladıqda həmin heyvanların üzərində olan exnakok qurdu yumurtaları, süfrələri sizin dırnaqlarınızın altına keçə bilər və sizi qidalandığınız zaman sizi yoluxdura bilər.